Bəzən yüklər ağır gələcək və o zaman Allah sənə deyir, ey yorğunlar və yükləri ağır olanlar, yanıma gəlin, mən sizə rahatlıq verərəm. Qorxacaqsan, mübarizə aparmaq çətin gələcək, gücün yetməyəcəyini düşünəcəksən. Allah yenə sənə deyir, qorxma, çünki mən səninləyəm. Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə sənə dayaq olacağam. Ümidini itirəcəksən, boşluğa düşəcəksən. Əlini qaldıra bilmədiyin anda Allah yenə sənə səslənir. Rəbbə ümid bağlayanlar yeni qüvvət alar. Qartal kimi qanad açıb yüksəklərə uçar. Qaçanda taqətdən düşməzlər, yol gedib yorulmazlar. Bilirsənmi, qartal qocalanda yenilənmək üçün təkliyə çəkilir. Tüklərini yolur, əyilmiş və qocalmış dimdiyini qayaya vuraraq sındırır. Yeni dimdiyi və yeni tüklər yaranana qədər dağda tək qalır. Sonra yenilənib geri qayıdır. Bəzən bizə də yenilənmək üçün biraz tək qalmaq lazımdır. Uzaqlaşmaq lazımdır. Çünki yorğun bir beyin və yorğun bir ruhla davam etsən, bu halda tamamilə tükənə və yox ola bilərsən. Həyatında olanlar səni heç bir zaman sarsıltmasın. Unutma, səni yeniləməyə hazır bir dağ, səni yenilənmək üçün sındıran bir qaya mütləq ki var və o Allahın özüdür. Onun yanına get, hər şeyi burax. İndi yenilənmək vaxtıdır.